Salam, axşamınız xeyir olsun. Hər kəsi salamlayıram. İlk öncə təşəkkür edirəm ki, bugün həm 5-ci gündür, həm həftə sonudur, hamının istirahət etmək istədiyi vaxtda zamanınızı ayırıb bizim təlimimizə qoşulmusunuz. Bunun üçün ilk öncə sizə minnətdarlığımı bildirirəm. Qısaca özümü təqdim etmək istəyirəm. Mənim adım Ziyafətdir. Özüm vergi və korporativ hüquq sahəsində hüquqşünas mütəxəssisəm. Və bugün sizə Azərbaycan Mühasiblər Məktəbi ilə birlikdə operativ vergi nəzarət tədbirləri barədə praktik və nəzəri bilikləri bölüşəcəm. İlk öncə bunu qeyd edim ki, mövzu barədə ümumi olaraq danışacağam. Vergi məcəlləsinə və ümumi praktikada lazımi nüansları qeyd edəcəm. Ondan sonra fikrimi yekunlaşdırdıqdan sonra iştirakçılara suallarını soruşmaq üçün şərait yaradılacaq ki, nə sualınız olsa, hansı hissə sizə qaranlıq qalsa, əlinizi qaldıraraq sualları da soruşa bilərsiniz və mən də bu barədə cavablandıraram. Əgər hamı hazırdırsa, gəlin vaxt itirmədən başlayaq. Ondan sonra da hər kəs gününə davam eləsin. Belə. Deməli, mövzudan da gördüyümüz kimi, bugün operativ vergi nəzarət tədbirlərini keçirik. Ümumiyyətlə, vergi məcəlləsinin mənə görə mən özüm uzun illər dövlət vergi xidmətinin müxtəlif idarələrində işləmişəm və işimin əsas etibarı ilə vergi mübahisələri ilə bağlı olan işlərdə ən çox diqqətimi çəkən operativ vergi nəzarət yoxlamaları ilə bağlı idi. Çünki burada o qədər maraqlı nüanslar var ki və bəzən İstər hüquqşünaslar olsun, istər sahibkarlar olsun, istər mühasiblər olsun, xüsusən mühasiblər, burada müəyyən hüquqi tərəfində müəyyən bir çaşqınlıq yaşayırlar. Hansı ki, operativ vergi nəzarəti, səyyar vergi yoxlaması, kameral vergi yoxlaması, xronometraj metodu ilə yoxlamanın həyata keçirilməsi və s. Bu hardasa biraz qarışıqlıq yaradırdı. İstəyirəm ki, əslində bugünkü təlimdə bunlara aydınlıq gətirim. Ümumiyyətlə, yadınızda qalsın ki, operativ vergi nəzarət tədbirləri, nəzarət tədbirinin adından da bəlli olduğu kimi tez, çevik, qısa zamanda, belə deyək, bu prosesin həyata keçirilməsidir. Ümumiyyətlə, operativ vergi nəzarətinə vergi dilində OVEY sözü eşitsəz təəccüblənməyin. Baş hərflərinin birləşimidir və danışıqda OVEY deyilir. Və mən danışıqda da OVEY tədbirləri deyəndə, yəni operativ vergi nəzarətini nəzərdə tuturam. Operativ vergi nəzarətindəki inzibatçılıqda operativ vergi nəzarətinin formaları içərisində ən çevik və demək olar ki, ən effektiv nəzarət formasıdır. Yəni ki, bu nəzarətin həyata keçirilməsinin qaydalarını biz vergi məcəlləsinin 50-ci maddəsində müəyyən edə bilərik. Ümumiyyətlə, operativ vergi nəzarəti ilə bağlı soruşsanız ki, Ziyafət xanım, bəs qanunvericilik olaraq biz hardan araşdıra bilərik, nəyə baxa bilərik? Bununla bağlı olaraq iki sizə qanunverici aktını nəzərdə tuta bilərəm. Bir vergi məcəlləsinə baxa bilərsiniz. Bir də operativin həyata keçirilməsi ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş olan qaydalar var. O qaydalarda da məhz bu nəzarət tədbirlərinin həyata keçirilməsinin üsul və qaydalarını tam ardıcıllıqla öyrənə bilərsiniz. Lakin əsas effektiv olaraq bilmək istəyirsinizsə, elə istəyirsinizsə paraleldə, qeydinizi də götürün, paralel istəyirsiniz özünüz, öz notebook'unuzda, telefonunuzda vergi məcəlləsinin 50-ci maddəsini qeyd edin ki, operativ vergi nəzarət tədbirləri dedikdə sizin baxmalı olduğunuz və araşdırmalı olduğunuz məhz 50-ci maddədir. Buna uyğun olaraq. Deməli, yaxşı, bəs tam olaraq operativ vergi nəzarəti nə deməkdir? Qanun deyir ki, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən hüquqi şəxs, yəni kommersiya hüquqi şəxsdən söhbət gedir burada. MMC ola bilər, ASC ola bilər, MTK ola bilər, QSC ola bilər, fərqi yoxdur. Kommersiya, yadınızda qalsın, qeyri-kommersiya yox, kommersiya hüquqi şəxs və fiziki şəxslərin, qanun burada fiziki şəxs desə də fərdi sahibkarı nəzərdə tutur. Yəni ki, mən fiziki şəxsəm, vəyin açmışam və fərdi sahibkar olaraq vergi ilə, vergi ödəyicisi qismində qeydiyyatdan keçmişəm. Yəni, mənim, yəni fərdi sahibkarın və kommersiya hüquqi şəxsin gəlir götürmək üçün istifadə etdiyi vergi tutulan obyektindən və yaxud da əmtəə material ehtiyatlarının saxlanılması üçün
nəzərdə tutulmuş olan ambardan, ticarət və yaxud da ağlımıza gələ bilər müəyyən bir binalar. Çünki vergi ödəyicisi öz fəaliyyət aspektindən asılı olaraq onun müxtəlif o fəaliyyətinə uyğun olaraq binadan da istifadə edə bilər, ambardan da istifadə edə bilər və yaxud da belə deyim, müəyyən bir obyektlərdən də istifadə edə bilər. Fərqi yoxdur. Həmin nəzərdə tutulmuş olan obyektlərdə əmtia material ehtiyatlarının saxlanılması üçün nəzərdə tutulmuş olan, məsəl üçün, müəyyən bir binalarda, ərazilərdə, lakin burada qanun bir xüsusi bir nüansı qeyd edir ki, şəxsi istifadə üçün nəzərdə tutulmuş olan binalar buna aid deyil. Bunu yadınızda saxlayın. Əlavə olaraq, məsəl üçün, nəqliyyat vasitəmi ola bilər, şirkətin adına ola bilər, fərdi sahibkar olaraq mənim böyünüm ola bilər və onun balansında ola bilər. Yəni, mənim nəqliyyat vasitəmə münasibətdə bu tərəfdən vergi orqanı tərəfindən həyata keçirilmiş olan bir yoxlama növüdür. Yaxşı, bəs biz ümumiyyətlə iştirakçıların xahiş edirəm diqqətinizi verin mənə, yorğun olsanız da bu nüansı qeyd etmək istəyirəm. Yaxşı, bəs biz bilirikmi ki, vergi nəzarət tədbirlərinin hansı növləri var? Ümumiyyətlə, vergi nəzarət tədbiri çox geniş anlayış, amma praktikada 3 əsas anlayışı bilməyiniz sizin üçün kifayətdir. Birincisi, səyyar vergi yoxlaması, ikincisi, kameral vergi yoxlanılması, üçüncüsü isə operativ vergi nəzarət yoxlanılması. Yəni, bugünkü mövzumuza uyğun olaraq OVN. Yeni qoşulanlara da buradan bildirmək istəyirəm ki, görəm yeni qoşulanlarımız var. Mövzuya yeni başlamışıq, operativ vergi nəzarət tədbirlərindən danışıram. Və adım ziyafətdir. Belə, yaxşı, bəs bu 3 əsas tədbirə münasibətdə operativ vergi nəzarətini biz necə fərqləndirə bilərik? Yadınızda qalsın, bu 3 yoxlamadan səyyar vergi yoxlama ilə operativ vergi yoxlama birbaşa olaraq vergi müfəttişinin yerlərə gedərək vergi ödəyicisinin təsərrüfat obyektini, təsərrüfat subyektini, ambarını, binaları, nəqliyyat vasitələrini birbaşa yoxlaması nəticəsində həyata keçirilmiş olan vergi nəzarət tədbiridir. Ona görə burada biz birbaşa olaraq yerlərə ifadəsini vergi məcəlləsində görürük. Yerlərə gedərək yoxlamanın həyata keçirilməsidir. Səyyarla operativ vergi nəzarəti. Lakin haşiyə çıxmaq istəyirəm. Kameral vergi yoxlaması da bəzən bizi çaşdırır. Kameral vergi yoxlaması nədir? Bunu məlumat üçün deyim ki, kameral vergi yoxlaması operativlə səyyar vergidən fərqli olaraq vergi əməkdaşının, yəni vergi müfəttişinin yerlərə getmədən, məsafədən vergi yoxlamasını həyata keçirərək etmiş olduğu vergi nəzarət tədbirinin ən əsas formalarından biridir. Məsələn, bu ən çox necə olur? Əksəriyyətiniz mühasibsiz. Məsələn, biz hesabatlar veririk, bəyannamələr veririk, bu məsafə uyğun olaraq gedir vergi orqanına, o da yoxlanılır. Düzgün deyilsə bizə vergi tərəfdən məktublar gəlir, bu yazışmalar olur. Bəzən səhv olanda kameral qərar gəlir, hansı ki, onu görəndə elə bil ki, bütün hər şey dayanır, hər şey nitqimiz quruyur ki, görəsən mən nəyi səhv elədim. Yəni ki, kameral vergi yoxlanılmasında əsas etibarilə məsafədəndir, lakin səyyar vergi yoxlaması ilə operativ vergi yoxlamasında isə vergi orqanının əməkdaşı yerlərə gedərək həmin vergi ödəyicisini yoxlayır, görək vergi qanunvericiliyinin tələblərinə riayət edirmi, yoxsa etmirmi? Budur əsas. Yəni, bunu bilməyinizi istəyirəm. Yaxşı, bəs operativ vergi nəzarət tədbirləri dedikdə biz bunu necə fərqləndirəcəyik səyyarla operativ arasında? Mən həmişə təlimlər keçəndə iştirakçılara deyirəm ki, vergi məcəlləsi qarışıq görünə bilər. Ümumiyyətlə, yeni başlayan üçün və yaxud da belə deyək də, mən özüm hüquqşünas olmağıma baxmayaraq, inanın, mən də oxuyanda bəzən nələrsə başa düşəndə çətinlik çəkirəm. Amma əsas etibarilə məğzi başa düşəndən sonra sizin üçün hər şey çox aydın olmağa başlayır. Operativ vergi nəzarəti ilə mən bayaq qeyd etdim ki, səyyar vergi yoxlamasında vergi əməkdaşı gedir yerdə yoxlamanı həyata keçirdir və nəticədə çıxardır, protokol çıxardır və buna uyğun olaraq nəzarət tədbiri yekunlaşır. Yaxşı, bəs mən operativlə səyyar vergi yoxlamasını necə bir-birindən fərqləndirə bilərəm? Yadınızda qalsın, mən bunu sadə və belə öyrədirəm həmişə tələbələrə. Operativ vergi nəzarətində adına baxın, operativ, çevik, tez, həll olunur, məsələ aşkarlanır və bu aklaşdırılır. Operativdə verginin əməkdaşları mülki qeyimdə olur.
Yəni biz bununla bağlı çoxlu xəbər saytlarında və yaxud da sosial mediada qarşımıza çıxır. Məsəl üçün gedir, məsələn bir mağazaya və yaxud da aptekə, məsəl üçün gedir oradan hər hansı bir preparat alır və yaxud da müəyyən bir əşya alır, hər hansı bir, məsələn kassaya gedir, deyir ki, mən bunu kartla ödəmək istəyirəm. Satıcı da deyir ki, ayda bizdə kartı yoxdur, ayda olar bunu kart to kart edəsən və s. Mən ən qıcıq olduğum ifadədir. Kart to kart edə bilərsən. Kart to kart edə bilərsən və post terminal yoxdur. Tamam deyir, yaxşı kart to kart edirəm. Ödəniş olur. Ondan sonraki vaxtda əməkdaş yaxınlaşır, deyir ki, bəli, siz vergi məcəlləsinə uyğun olaraq maliyyə sanksiyasına məruz qalırsınız. Bu da sizin maliyyə sanksiyanız. Nə üçün? Sən ödənişi nağdsız qaydada aparılma qaydalarına əməl etmədi. Yəni ödəniş post terminal vasitəsilə ödənilməli olduğu halda bu tələbləri pozdun 57.1.3-cü maddənin tələblərini pozduğuna görə avtomatik olaraq sən maliyyə sanksiyası daşıyırsan. Yəni ki, operativ vergi nəzarətini desəz ki, tam olaraq mən özümdən necə keyword olaraq saxlayın, yadınızda qalsın. Operativ vergi nəzarətində vergi müfəttişi mülki geyimdə olur, gedir həmin obyektdə nəqliyyat vasitəsinə, binaya operativ, çevik şəkildə yoxlamanı həyata keçirdir və nəticəsi yerindəcə həll olur. Səyyar vergi yoxlaması isə əgər desəz ki, necə fərqlənir? Səyyar vergi yoxlaması tamamilə fərqli bir yoxlama tərzidir. Səyyar vergi yoxlaması operativin tam əksinədir. Yəni ki, burada artıq müəyyən uzun bir proses olur, qabaqcadan qərarla gedilir, orada artıq vergi orqanı tərəfindən məktublar nəticəsində vergi ödəyicisine məlumat gəlir ki, məsəl üçün mən gəlib səni yoxlayacağam. Həmin vergi ödəyicisi mühasiblər vasitəsilə sənədlər səliqə səhmana salınır, elənilir, hesablar, hər şey qaydasında olur. Əməkdaş gəlir, oturur, yenə yoxlamalar gedir və burada uzun bir vaxtdan söhbət gedir. Yeri gələndə səyyar vergi yoxlaması qanunvericiliyi əslində 30-30 gün olaraq əlavə olaraq müddət baxımından uzadıla da bilər. Yəni səyyar vergi yoxlaması operativin tam əksidir. Ona görə də operativ vergi nəzarətindən danışarkən biz bilməliyik ki, burada birbaşa olaraq cəld, çevik şəkildə vergi orqanı tərəfindən hüquqi və fərdi sahibkarın fəaliyyətinin yoxlanılması nəzərdə tutulur. Yaxşı, bunları bildik. İndi sual yarana bilər ki, necə olur ki, vergi orqanı tərəfindən belə bir zərurət yaranır ki, mən gedim bu ərazidə yerləşən vergi ödəyicisini yoxlayım. Bu zərurət necə olur? Yəni, bilirik də, bunu mən düşünürəm ki, bilirik, bilmiriksə də mən təkrarlayım, yadınızda qalsın. Hər hansı səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbiri yaradılmazdan əvvəl vergi orqanı tərəfindən mütləq qərar çıxarılır. Və bunu bilməlisiniz. Mütləq qərar çıxarılır. Həmin çıxarılmış olan qərar əsasında hansı əməkdaş tərəfindən, hansı obyektdən, nə zaman yoxlanış həyata keçiriləcəyi hər şey detallı şəkildə yazılır və ondan sonra təsərrüfat subyektinə gedir və bunu bilir. Və bu çox əhəmiyyətli olan prosesual hərəkətdir. Mütləq qaydada qərar olmalıdır. Səyyar vergi yoxlamasında olduğu kimi. Yaxşı, biz elə hər şeyi əzbər öyrənməyək də. Bugün mən sizə danışım, siz dinləyin. Burada biz nə qazanmış olacaq? Biz başa düşməliyik ki, yəni özümüzü mən həmişə deyirəm ki, əgər vergi ödəyicisi tərəfindəsinizsə, siz daha yaxşı fəaliyyət göstərmək üçün özünüzü vergi müfəttişi tərəfinə qoyun. Çünki bilməlisiniz ki, vergi müfəttişi tərəfində biləsiniz ki, siz öz fəaliyyətinizdə hər hansı bir nöqsanlara və yaxud da çatışmazlığa yol verməyəsiniz. Sual yaranmalıdır ki, vergi müfəttişi tərəfindən nə zaman ehtiyac yaranır ki, mən belə bir qərar çıxardım, gedim mən bu, məsəl üçün, vergi ödəyicisini, obyektini yoxluyum. Vergi məcəlləsinin 50.11-ci bəndinə əsasən bu nüanslar aşağıda qeyd etdiyim formada əsas etibarıyla göstərilmişdir və İndi burada görürsünüz, buradan məsəl üçün qara boyutla işarələnmişim. Bu sonradan vergi məcəlləsinə edilmiş olan bir dəyişiklikdir. İndi ona da gələcəm. Deməli, birincisi, vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar. Bu bir. Xahiş edirəm, bunları qeyd edin özünüzdə və yaxud da açın vergi məcəlləsini, o hissələri özünüzdə işarələyin, bilin. Əsas nüansları bilin. Hər şeyi bilməyiniz etdiyiniz üçün əsasları bilin. Bir, vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar. İki,
vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi məcəlləsi ilə müəyyən edilmiş müddətdə hərəkətlərin yerinə yetirilməməsi. 3. Vergi orqanlarının OVEY-nin predmetinə daxil olan məsələ barədə vergi ödəyicilər tərəfindən pozulması kifayət qədər əsasın olması barədə məlumatın daxil olması və dördüncüsü, hansı ki vergi məcəlləsinə edilmiş olan ən əsas dəyişikliklərdən biridir, 13-cü maddəyə də bu əlavə edilmiş anlayışlardan biridir, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması. Ümumiyyətlə, bir şey deyim sizə, baxın, vergi məcəlləsində, istər bugünkü təlimimizdə, istərsə də ümumiyyətlə özünüz oxuduqca, elədikcə, riskli vergi ödəyicisi anlayışı ilə tez-tez qarşılaşacaqsınız. Riskli vergi ödəyicisi ilə bağlı desəz ki, nədir, necədir, daha dərindən başa düşmək istəyirsinizsə, mən Nazirlər Kabinetinin 265 nömrəli qərarını tövsiyə edirəm. Mütləq açın, oxuyun. 2024-cü ilin may ayının 15-də həmin qərara mühüm dəyişikliklər edilmişdir və bu dəyişikliklər nəticəsində meyarlar müəyyən edilmişdir. Yəni, orada tam oxuduqca sizin üçün aydın olacaq. Yaxşı, vergi ödəyicisi, riskli vergi ödəyicisi olması, onu ən sona saxlayıram. Bu əsaslar olanda və bu əsaslar nəticəsində vergi orqanı tərəfindən əsaslandırılmış bir qərar çıxarılır və gedilir vergi ödəyicisinin obyekti və yaxud da nəqliyyat vasitəsi və yaxud da binası və yaxud da ambarı yoxlanılır. Yaxşı, bunlar nə deməkdir? Gəlin bunları bir-bir analiz edək. Mən bayaq nə qeyd etdim? Dedim ki, vergi nəzarət tədbirlərindən biri səyyar vergi yoxlamadır və səyyar vergi yoxlanılması hardasa operativ vergi nəzarət tədbirlərinə oxşuyur. Amma səyyar vergi yoxlaması uzun, maştablı olan bir yoxlama prosesidir. Bəzən elə hal ola bilir ki, vergi müfəttişi gedir, vergi orqanı tərəfindən əsaslandırılmış qərarla ödəyicini yoxlayır, müəyyən nüanslar qeyd edir, qanunsuzluqlar və yaxud da faktlar aşkarlanır və onlar qeyd edir hər birində. Ondan sonraki müddətdə o məlumatlar bazaya işləndikdən sonra həmin ödəyici, belə deyək də, səyyar vergi yoxlamasında əgər qanunsuzluğa yol veribsə, qüsurlara yol veribsə, o nəzarət tədbirləri çərçivəsində qeydlər aparıldığına görə həmin ödəyici növbəti dövrlərdə fəaliyyətində nəzarətdə olur. Yəni, sən burada artıq müəyyən bir nüanslara yol vermirsənsə səyyar vergi yoxlamasında, artıq sən, belə deyək də, radardasan ki, deməli, növbəti dəfədə müəyyən bir nöqsanlara yol verə bilərsən. Bu əsas nəticəsində həmin o vergi ödəyicisi xüsusi olaraq qeyd aparılır, həmin vergi ödəyicisi barədə və onun həmin ərazi üzrə vergi müfəttişi və yaxud da vergi orqanı tərəfindən nəzarətdə olur və ona əsasən həmin ödəyiciyə operativ vergi nəzarəti keçirilə bilər. Bu mütləq keçirilməlidir deyilən bir anlayış yoxdur, yadınızda qalsın. Elə müəssisə ola bilər ki, ona operativ vergi nəzarəti keçirmir. Yəni ki, hər şey qaydasında da hər hansı bir nöqsan yoxdur. Amma ki, belə deyək də, müəyyən bir nöqsanlara yol verirsə, vaxtı-vaxtında kameral vergi yoxlanılmasına bağlı bəyannaməsini vermirsə, rəqəmlərdə yanlışlıq olursa, daim mütəmadi olaraq vergi ilə ünsiyyət zamanı məlumatları düzgün şəkildə ötürmürsə, artıq sual yaranır ki, deməli, bu müəssisədə hər hansı bir problem var, hər hansı bir qanun pozuntusu var. Buna uyğun olaraq zərurət yaranır. 1. 2. Nə deyir? Deyir ki, vergi məcəlləsi ilə müəyyən edilmiş müddətə yerinə yetirilməməsi və vergi qanunvericiliyin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanı tələblərinə əməl edilməməsi. Yadınızda qalsın, vergi orqanı tərəfindən mütəmadi olaraq hər hansı bir vergi ödəyicisində nöqsan müəyyən edildikdə, hər birimiz bilirik də, yəqin ki, elektron, deməli, onlayn kargüzarlıq var, hansı ki, New Taxes, hal-hazırda New Taxes-ə daxil olmaqla hər bir vergi ödəyicisi asan imza vasitəsilə girir sistemə, oradan yazışmalar edə bilir, müxtəlif verginin ərazilərindən tutmuş baş idarəyə qədər. Bəzən elə hal olur ki, heç məsələn biz tutalım səyyar vergi yoxlamasına keçmirik. Səyyar vergi yoxlaması da çox belə az-az hallarda olurdu. Bəzən elə müəssisələrdə olur ki, onlar da keçirilir. Məsələn, mütəmadi ola bilər ki, işçilər işə götürür vergi ödəyicisi. Əmək müqaviləsi qeydiyyatına aldırmalıdır, bildirişlər formasında qeydiyyatdan keçirilməlidir. Amma bəzən elə hal olur ki, bunları eləmir, məlumatları ötürmür və yaxud da hesabatlar verilməlidir. İndi artıq
artıq il sonuna gəlirik. İl sonu ən çox mühasiblər üçün ən belə deyək də o iş yükünün artıq olduğu vaxtdakı hesabatlar, ümumi yekunların verilməsidir. Ya da sadələşdirilmişin ödəyicisidir. Vermir bu adam hesabatı. Vergi ödəyicisidir. Rüblər keçir, vermir. Vaxtında vermir, ödənişləri ödəmir. Və bununla bağlı olaraq heç vaxt yadınızda qalsın, birdən-birə sizə cərimə gələ bilməz. Kameral qərar gələ bilməz. Mütləq sizi qabaq, çünki bu vergi məcəlləsinin əsas tələbidir. Sizə bununla bağlı olaraq xəbərdarlıq formasında məktublar gəlir ki, burada belə bir nüans var. Bunu aydınlaşdır. Ona görə də çox xahiş edirəm, mütləq əksəriyyətlə buradakı izləyicilərin əksəriyyəti mühasiblərdir. Mütləq onlayn kargüzarlığınızı vaxtında yoxlayın. Daim hər gün açıq olsun. Çünki vergi orqan tərəfindən məktublar gələndə bəzən o məktublara gec cavab verildiyinə görə artıq orada qanunvericiyəsin 5 gün sənə vaxt verir, sən o məktuba cavab verməlisən. Sən əgər məktuba cavab vermirsən, avtomatik olaraq buna uyğun olaraq kameral qərar qəbul edilməlidir. Və bəzən də elə nüanslar olur ki, əgər ki sual yarananda mühasib düzgün şəkildə məlumatları ötürsə, ifadə eləsə, hər hansı bir belə deyək də qərar çıxmayacaq. Bəzən olur gözdən yayılır və ya da səhlənkarlıq nəticəsində kameral qərar qəbul edir. Bu nəticədə artıq vergi orqanı düşünür ki, bu ödəyici qərarlar vaxtı, bəyannaməni vaxtında vermir, ödənişi gecikdirir, işçi götürübdür, amma bunun bildirişləri yoxdur. Və yaxud da qaymələr kəsilibdir, bank hesablarında bu mədaxili biz görə bilmirik və yaxud da dövriyyə artıqdır, metodunu dəyişmir. Yəni, bu ümumidir də, situasiyadan asılı olaraq dəyişə bilər. Buna əsasən məktub göndərir, görür ki, ödəyicinin bir xəbəri yoxdur, reaksiya vermir, deyir ki, deməli, nə etmək lazımdır? Operativ keçirmək lazımdır. Görə hər şey qaydasındadırmı? Görə ümumiyyətlə bu müəssisə aktiv müəssisədirmi? O dəfə deməli bir dənə deməli sual soruşmuşdu ki, mühasiblərdən biri ki, belə bir maraqlı sualdır, istəyirəm bunu da sizinlə bölüşüm. Belə sadəcə olaraq nəzərə olaraq keçməyək. Məsələ bundan ibarət idi ki, deyirdi ki, belə bir müəssisə var imiş, hansı ki, fəaliyyətini dondurubdu. Bilirsiniz, ləğv etmə deyilən anlayış var. Bir də hüquq fərdi sahibkarın fəaliyyətini dondurması deyilən bir anlayış var. Fəaliyyətini dondurubdu, amma deyir, mağaza fəaliyyət göstərir. Bu qanunidir. Deyirəm, əlbəttə ki, qanunsuzdur. Elə şey mi olar? Sən əgər fəaliyyəti dondurmuşsansa, nə deməkdir? Məsələn, fəaliyyət göstərməməsən. Amma sən fəaliyyəti dondurduğun halda fəaliyyət göstərirsənsə, orada keçirilə biləcək optimal vergi nəzarət tədbiri operativ vergi nəzarət tədbiridir. Yəni, baxın, bu nüanslar olduqda avtomatik olaraq zərurət yaranır və əsaslandırılmış qərar qəbul edilir. Yaxşı. Üçüncü də qeyd edir ki, ödəyici tərəfindən pozulma barədə kifayət qədər əsasın olması. Bu nə deməkdir? Mənbəyi bəlli olan məlumatların vergi orqanına daxil edilməsi deyilən bir anlayış var vergi məcəlləsində. Bu o deməkdir ki, yəni ki, bəzən vergi ödəyicisi barədə şikayətlər olur. Məsələn, vergi orqanının qaynar xətti hamımız bilir ki, 195 çağrı mərkəzidir. Mən həmişə deyirəm ki, həm təlimdə iştirak edənlərə, həm fərqi yoxdur da, belə deyək, ətrafında tanıdıqlarıma, tanımadıqlarıma. Məsəl üçün, gedirsiniz bir mağazaya, düzdürmü? Gedirsiniz bir geyim mağazasına, bir məhsulu alırsınız. Deyirsən ki, mən bunu nağdsız qaydada ödəmək istəyirəm, bank kartını ödəmək istəyirəm. Deyir ki, bizdə post terminal işləyir, bizdə post terminal yoxdur. Və yaxud da, mən belə bir yazı yazmışdım bir dəfə ki, tamam, kart to kart eləyə bilərsiniz. Yəni ki, deyir ki, kart to kart elə də, və yaxud post terminal nəyə lazım? Belə şey olanda, biz hər şeydən qabaq bir vətəndaşıq və biz bir müştəriyik, düzdürmü? Burada artıq bu deməkdir ki, qanun pozuntusu var. Bu qanun pozuntusunu görəndə şuurlu vətəndaş olaraq biz o qanun pozuntusuna uyğun olaraq 195 çağrı mərkəzinə, yəni vergi orqanının qaynar xəttinə zəng edərək məlumat verə bilərik ki, burada nağdsız qaydada mən ödənişimi həyata keçirdi bilmirəm ki, müvafiq tədbirlər görülsün. Və bunun əsasında, yəni mənbəyi bəlli olan məlumat dedikdə qanunverici bunu nəzərdə tutur ki, konkret olaraq həmin ödəyici barədə müvafiq şəxslər tərəfindən və yaxud da vətəndaşlar tərəfindən şikayətlərin olunması və s. Bunun əsasına operativ keçirilə bilər. Və dördüncüsü, riskli vergi ödəyici olması. Riskli vergi ödəyicisi vergi məcəlləsinə sonradan əlavə edilmiş, zərurətdən əlavə
əlavə edilmiş bir anlayışdır. 13-cü maddədə ən çox sevdiyim hissələrdən biridir. Qanun nə deyir? Deyir ki, əmtəlsiz əməliyyatların aparılması nəticəsində vergi orqanı tərəfindən aparılmış olan vergi nəzarət tədbirlərində bir əməliyyatı pərdələmək məqsədi ilə həyata keçirilmiş əməliyyatı icra edən ödəyici riskli vergi ödəyicisidir. Yəni biz qanuna bu maddənin anlayışından da görürük ki, deməli riskli vergi ödəyicisi məhz vergi nəzarət tədbiri zamanı aşkar edilir və bir əməliyyatı başqa bir əməliyyatla pərdələmək üçün həyata keçirilmiş olan əmtəlsiz əməliyyatı aparmış olan şəxsdir. Bu zaman əgər ki, bu da necə ola bilər? Məsələn, tutalım ki, bayaq qeyd etdimi, birlikdə hər bir ödəyici qeydiyyatdan keçəndə onun bir hüquqi ünvanı olur, bir faktiki ünvanı olur və yaxud da ola bilər ki, ona həmin obyektə kod veriləndə yadınızda qalsın, orada onun qeydiyyatda olmuş olduğu həmin obyektə uyğun ünvan məlumatları verginin bazasına datalar yazılır. Təbii olaraq qeyddə olunur ki, A müəssisəsinin hüquqi ünvanı, faktiki ünvanı məsələn, hara deyim, Xətai rayonu ərazisində adlı məsəl üçün küçədə yerləşir, düzdürmü? Bu məlumat var verginin bazasında. Okey, yaxşı. Varsa deməli nədir? Aktivli fəaliyyət göstərir. Yazır ki, vergi bazasında göstərilir ki, tam olaraq aktivdir. İndi nə yaranır? Əgər ki varsa aktivdirsə, mən ora gedəndə müfəttiş olaraq yoxlamanı həyata keçirəndə mən o ödəyicini orada görməliyəm də mütləq. Amma gedir görür ki, orada həmin ödəyici yəni fəaliyyət göstərmir və yaxud orada ümumiyyətlə belə deyək də, həmin nəzərdə tutulmuş olan təsərrüfat subyekti bağlıdır və yaxud da yaşayış sahəsidir və yaxud da yoxdur da, yəni mövcud vəziyyət məlumatlar oturmur bir-birinə. Bu zaman həmin ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi üçün vergi orqanı tərəfindən əsas yaranır və bunun əsasında qərar çıxarılır. Yəni ki, toplasam bu deyilənlər əsasında riskli vergi ödəyicisi olmaq o deməkdir ki, yəni sən artıq burada tam olaraq məqsədin vergi ödəyicisi olaraq sahibkarlıqla məşğul olmaq deyilsən, burada başqa bir məqsədlər üçün şirkət açmısan və yaxud da fərdi sahibkar olaraq fəaliyyət göstərmək istəyirsən və yaxud da qaymə kəsirsən, amma ortada əməliyyat yoxdur, bank hesabına sənin mədaxilin olunur və s. Yəni, bu halı necə müəyyənləşdirə bilər vergi orqanı? Mütləq qaydada vergi nəzarət, ən əsası da operativ vergi nəzarəti çərçivəsində həyata keçirilə bilər. Deyəcəksiniz ki, bu qədər bu detalları mən necə bilirəm? Ona görə bilirəm ki, mən deməli lokal gəlirlər başı dairəsində işləyəndə hansı ki orada ən sevdiyim və ən çox da tövsiyə edirəm öyrənmək üçün, istənilən sahəni öyrənmək üçün, heç vaxt olduğunuz bir situasiyayla kifayətlənməyin. Gedin, o işlə əlaqəli olan digər şöbələr, bölmələrin əməkdaşlarıyla danışın, eləyin, öyrənin, görün nədir. Məsələn, mən işimi qutarırdım. Və gedirdim, məsəl üçün, operativin əməkdaşlarına danışdım ki, necə eləyirsiniz, nətərsə açırdım, müdür, mənə zəhmət olmasa, sistemdə göstər görüm, necə o qərarı görürsən, necə o qərarı müəyyənləşdirirsən. Və o qədər işin bu tərəfi o qədər maraqlıdır ki, baxırsan ki, datalar, məlumatlar, deməli, hə, bunun hesabatlarını görürsən, bank hesablarını görürsən, hüquqi ünvanını görürsən, faktiki ünvanını görürsən və sən bunları biləndən sonra görürsən ki, deməli, vergi ödəyicisinin aşkarlanmağı vergi orqanı tərəfindən necə müəyyən olunur. Onun üçün çalışın, bir şeyi öyrənmək istəyirsinizsə və yaxud da bir sahədə mütəxəssis olmaq istəyirsinizsə, sadəcə olduğu situasiya ilə kifayətlənməyin. Həmişə digər əks tərəfi də görsəniz, onda siz tamı görə bilərsiniz. Tamı da görəndə siz tam şəkildə mütəxəssis ola bilərsiniz. Məncə qısa bir fasilə elədik. İndi isə davam eləyək. Yaxşı. Operativ vergi nəzarəti tədbiri necə aparılır? Hansı vaxt aralığında aparılır? Necə gedilir? Yaxşı, iş vaxtı necə nəzərə alınır? İşləmədisə, getdi yoxlamanı həyata keçirdi, rəhbər oldu, orada olmadı, işçi orada oldu. Onda necə olacaq və s. Bunlar da təbii bir yaranmış olan təbii bir suallar ola bilər sizdə. Gəlin mən bunu sizə sadə yenə izah edeyim. Oxuyuram ilk öncə. Diqqətinizi xahiş edirəm verin. OVEY-in vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı ərzində həyata keçirilir. Vergi nəzarətinin başlanması barədə nəzarət kitabçasında müvafiq qeydiyyat aparılır.
nəzarət kitabçası olmadıqda və yaxud da təqdim edilmədikdə vergi orqanı vəsfəli şəxsi tərəfindən bu barədə tərtib edilmiş aktda müvafiq qeydlər aparılır. Buradan iki əsas şey öyrən. Operativ vergi nəzarəti nə qədər operativ olsa da, nə qədər çevik olsa da, faktiki iş vaxtı ərzində aparılmalıdır. Sənin iş vaxtın deyilsə ödəyici olaraq, orada heç vaxt yoxlama aparıla bilməz, yadınızda qalsın. İkincisi isə xəbərdarlıq edilmədən başlanılır. Heç vaxt operativdə vergi ödəyicisinə xəbərdarlıq edilmir ki, mən gəlib səni yoxlayacağam. Adı üstündə operativdir, cəhddir, çevikdir, tez aşkarlanmaq üçündür, nöqsanın yerindəcə müəyyən edilməsi və aktlaşdırılması üçündür. Ona görə də xəbərdarlıq edilmədən başlanılır. Bax, bunu unutmayın. Və faktiki iş vaxtı ərzində həyata keçirilir. İş vaxtın bitibsə, sənə operativ vergi nəzarəti qəti şəkildə həyata keçirilə bilməz. Bunun əsasında gedir əməkdaş vergi müfəttişi yoxlamanı həyata keçirir. Eşə qaydasındadsa, lap gözəl qaydasında deyilsə, müvafiq akt, protokol tərtib edilir. Təbii olaraq ödəyicinin belə bir hüququ yaranır ki, hər hansı bir nüans ola bilər və yaxud da razılaşmaya bilər və yaxud da təbii orada akt veriləndə orada bir qeyd hissəsi olur. Orada qeyd edə bilər ki, məsələn, mən razılaşmıram və yaxud da razılaşmadığım məqamlar nələrdir və s. Və yaxud da imtina edə bilər imzalamaqdan, və yaxud da deyə bilər ki, razıyam, düzdür. Fərqi yoxdur. Müəssisənin özündə mütləq orada müdirin orada olmağına ehtiyac yoxdur. Mən işçi olaraq o müəssisədəyəmsə, mən işçi olaraq müəssisəni təmsil edirəm orada. Mənə də tətbiq edilə bilər. Mənim məlumatlarımda yazıla bilər. Mütləq ora müdir gəlməli deyil və yaxud da fərdi sahibkarın özü gəlməli deyil və bunu yadınızda saxlayın. Etibarnaməyə də çox hallarda deyirlər zəruri gün. Məsələn, mən orada işçiyəmsə, hal-hazırki real vəziyyətdə mənə protokol tərtib olunanda sahibkarın adına yazılsa da orada olan əməkdaş olaraq mən olduğum üçün o qeydlər orada öz əksini tapır. Bu belə. Deməli, indi növbəti addıma keçirik. Belə bir sual yaranır ki, AVN-in nəticələri necə rəsmiləşdirilir? Yəni, bu akt protokoldan söhbət gedir. Bayaqlar qeyd etdim qısaca. Bunun rəsmiləşdirilmə proseslərindən danışmaq istəyirəm. Ümumiyyətlə, operativ vergi nəzarət tədbirinin nəticələri vergi orqanı vəsait şəxsləri tərəfindən mütləq buna müvafiq olaraq akt tərtib edir. İki sənədə fikirdə. Ümumiyyətlə, operativ vergi nəzarətində bu hissə ən çox hüquqşünaslar üçün lazımdır. Çünki bu qanunverici tərəfini izah edirəm. 3 əsas sənədə fikir verməlisiniz. Başlananda qərar, hərəkətlərin həyata keçirilməsi barədə protokol və nəticə barədə akt. 3 əsas sənəd olmalıdır sizin araşdıracağınız və müəyyən edəcəyiniz məqamlar. Ümumiyyətlə, nəticə artıq yekun, yəni necə oldu, hansı formada oldu, mütləq vəzifəli şəxs tərəfindən akt tərtib edilir və bu akt vergi orqanının vəzifəli şəxsi və vergi ödəyicisi tərəfindən və yaxud da onun nümayəndəsi tərəfindən imzalanır. Əlavə olaraq xahişə çıxıram. Ola bilər razı deyilsən. Ola bilər deyirsən ki, burada bu nüanslar olmamalıdır. Mütləq onu aktda qeyd elə və yaxud da sənin təbii olaraq hüququn var ki, imzalamaqdan imtina edirəm. Mən imzalamıram. Bu hissə var, bu. Əlavə olaraq həmin aktda mütləq vergi qanunvericiliyinin pozulması halları göstərilir. Vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad edilməklə pozuntunun xarakteri açıqlanır və qanun pozuntusuna yol verilmiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır və ola bilər ki, hər şey qaydasındadır, heç bir problem yoxdursa, vergi qanunvericiliyinin pozulması ilə bağlı hər hansı bir halın olmaması göstərilir ki, burada hər şey qaydasındadır, qanunvericiliyə uyğundur. Məsəl üçün, nağdsız qaydada əməliyyat aparıldı, post terminal var, işçilərin əmək müqaviləsi var və s. Yəni ki, ümumiyyətlə, prosesin bu yoxlamanın əsas hissələrindən biri də bunun rəsmiləşdirilmə tərəfidir ki, necə rəsmiləşdirilir? Bax, bu da bu formada rəsmiləşdirilir ki, qeydlər aparılır, mütləq imza olur müfəttiş tərəfindən, burada vergi ödəyicisi tərəfindən, onun nümayəndəsi tərəfindən və mütləq o deməli, aktda hansı maddənin tələbləri pozulubdur, hansı nüanslarda
əksiliklər var. Onların hər biri qeyd olunur və tövsiyə göstərilir ki, sən nə etməliydin əslində. Onlar qeyd olunur və təbii olaraq maliyyə sanksiyası nəzərdə tutulur. Məsəl üçün sizə bir haldayım ki, əgər ki əhali ilə pul hesablaşmalarının aparılma qaydaları pozulubsa il ərzində birinci dəfə bunun maliyyə sanksiyası 1000 manatdan başlayır. Avtomatik olaraq bir dənə də maliyyə sanksiyası ilə bağlı aktda qeydlər göstərilir, maddənin tələbi göstərilir və maliyyə sanksiyası yazılır və ödəyiciyə qeyd edilir ki, sən bu ödənişi mütləq qaydada ödəməlisən, ödəmədiyin halda isə səni hansı tədbirlər gözləyir və yaxud da növbəti qaydada bununla bağlı olaraq, yəni ki, müvafiq hərəkətlərin edilmək olmağı onu göstərir ki, qoyun qarşı tərəfin bununla bağlı olaraq məlumat olsun. Ona görə də bu sənədlərə, bu aktlara mütləq qaydada diqqət etmək lazımdır. Yaxşı. Bunu bayaq qeyd etdim, amma bir daha bildirmək istəyirəm. Vergi ödəyicisinin hansı hüquqları var? Məsələn, mən danışdım, vergi müfəttişi tərəfindən, vergi orqanı tərəfindən. Yaxşı, bəs mənim vergi ödəyicisi olaraq hansı hüquqlarım var? Mən vergi ödəyicisi olaraq mən tam olaraq nə edə bilərəm? Və yaxud da nələrlə razılaşa bilərəm? Və yaxud da mən buna münasibətdə nə edə bilərəm? Yadınızda qalsın ki, burada mən vergi məcəlləsində vergi ödəyicisinin hüquqları bölməsindən nüanslar göstərmişəm PPT-də. O hissəyə xüsusi olaraq baxın, hüquqları bilmək üçün. Vergi ödəyicisi və yaxud da onun səlahiyyətli nümayəndəsi bayaq qeyd etdim, aktda öz qeydlərini edə bilər və mən bunu tövsiyə edirəm. Mütləq aktda qeydlərinizi aparın. İkincisi, imzalamaqdan imtina edə bilər. İmzalamıram, razı deyiləm. Və yaxud da başqa tutalım ki, xalla bağlı olaraq tutalım ki, qeyd edə bilər ki, bu müvafiq sənədlərin verilməyinə ehtiyac var və yaxud da bu məlumatın təqdim edilməyinə ehtiyac var və s. Buna aktda qeyd edə bilər. Bu onun hüququdur, məhdudlaşdırılmaq. Əlavə olaraq, tərtib olunmuş aktın və digər sənədlərin bir nüsxəsini tarix mütləq göstərilməlidir. Yadınızda qalsın. İmza etməklə mütləq onun ödəyici tərəfindən alınmalıdır. Yəni mənə müfəttiş aktın bir nüsxəsini və yaxud digər o təqdim edilmiş, tərtib edilmiş sənədlərin bir nüsxəsini mənə verməlidir. Bir nüsxəsi onda qalır, bir nüsxəsi məndə qalır ki, mən də bilim ki, burada nə proses baş verir. Bunu da unutmayın, tələb edin sənədləri. Üçüncüsü isə təbii olaraq, məsələn, mən ödəyiciyəm, pozuntu etmişəm və ödəyici və yaxud səlahiyyətli nümayəndə fərqi yoxdur. Mən istəyirəm ki, heç sənədləri də qəbul eləmirəm, heç aktı da imzalamıram. Həm qanunu pozmuşam, həm deyirəm, narazıyam da, qeyd də eləmirəm, imzalamıram. Okey, tamam. Nə etməlidir vergi əməkdaşı bu zaman? Sual yarana bilər. Heç zaman. Bunların hər birini, əgər sən etmişsənsə qeydi, vergi müfəttişi tərəfindən orada hissə var, qeyd edir, yadınızda qalsın. Necə ki, ödəyici qeyd edə bilərsə, vergi müfəttişi də qeydlərini apara bilər. Hər hansı bir məhdudiyyət yoxdur. Qeydini aparır vergi müfəttişi və ondan sonra 5 iş günü ərzində onun elektron qaydada, yəni onlayn kargüzarlığına, bayaq dediyim o asan imza ilə girdilər sistemə, məlumat göndərilir, hansı ki, həmin məktublar və ona qoşma edilmiş əlavə sənədlər göndərilir və əlavə olaraq da onun o hüquqi ünvanına və ya da faktiki ünvanına əsas etibarilə hüquqi ünvana göndərilir. Faktiki ünvana ödəyicinin istəyi nəticəsində göndərilə bilər. Amma ümumi götürüləndə məktublar və digər sənədlər birbaşa olaraq həmin şəxsin hüquqi ünvanına göndərilir və ona deməli, sifarişli poçtla göndərilir ki, bu sənədlərdir, bu nüsxə səndə qalmalıdır. Bir nüsxəsi bizdə, bir nüsxəsi sizdə qalmalıdır. Və bu da vergi ödəyicisinin əsas hüquqlarıdır. Ümumiyyətlə, bura qədər ki, ümid edirəm aydındır. Yavaş-yavaş təlimlə bağlı deyəcəklərim əsas hissələri yekunlaşdırdım. İndi bir hissədə qalıb, onu da deyəcəm. Sonra sizin suallarınızı alacağıq ki, mən əsas istəyirəm ki, görüm, aydındırmı və yaxud da nə kimi sual yaranır, onu cavablandırmağa hal-hazırda istəyirəm. Amma bir dənə bəzi nüanslar var, onları da yekunlaşdırım. Siz burada əsas nə demək istəyirəm? Operativ vergi nəzarəti və ümumiyyətlə yoxlamanın həyata keçirilməyi və s. və yaxud digər tədbirlərin həyata keçirilməyi, vergi ödəyicisinin hüquqları və s. Bunları daha dərindən biləndə real vəziyyətdə situasiyanı daha rahat şəkildə həll etmək olur.
Və biz ümumiyyətlə 50-ci maddədir əsas operativdə. Biz ümumiyyətlə bilməliyik ki, mən dedim operativ hansı hallarda. Bir də var qanun qeyd edir, vergi məcəlləsi qeyd edir ki, konkret hansı hallarda operativ vergi yoxlaması həyata keçirilə bilər. Burada bunu bilmək lazımdır. Yəni ki, həm sahibkar olaraq, həm mühasib olaraq, həm hüquqşünas olaraq, həm vergi sahəsinə maraqlı olan bir şəxs olaraq, həm vətəndaş olaraq bunları bilmək lazımdır ki, biz bilək ki, hansı hallarda operativin keçirilməsi zərurəti yarana bilər. Burada vergi məcəlləsində hər bir hal deməli açıq-aşkar hər bir formada sadalanıbdır. Mən indi sizə əsas olan və praktikada ən çox rastlaşılan halı göstərmək istəyirəm. Məsələn, qeyd edir ki, bu var, fərqlənmə nişanı almayan ödəyicilərin aşkar edilməsi. Fərqlənmə nişanı olmalıdır, amma baxırsan ki, fərqlənmə nişanı yoxdur, taksi fəaliyyətinə məşğuldur. Bayaqlar qeyd etdim ki, operativ vergi nəzarətində nəqliyyat vasitələrini yoxlama həyata keçirilə bilər. Baxırsan ki, fərqlənmə nişanı yoxdur və fəaliyyət göstərir, müəyyən edilir. İkincisi, aksis markası markalanmalıdır və yaxud da markalanmayıb, və yaxud da düzgün markalanmayıb. Məcburi nişanlanma ilə nişanlanmalıdır. Ya düzgün olmur, ya hər hansı bir belə deyək, pozuntulara rast gəlinir. Bunun istehsalat binasının hüdudlarından kənara çıxarılması faktı aşkar edilirsə və bu barədə məlumat daxil olursa vergi orqanına, əlavə olaraq qeyd edilir ki, nəzarət markasının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi, satışının qarşısının alınması sahəsinə nəzarət edilməsi üçün. Dördüncüsü, ən çox praktikada olan, ən çox maliyyə sanksiyalarının yazıldığı, əhali ilə pul hesablaşmalarının aparılma qaydalarına riayət olunmaması. Burada nə demək istəyir qanunverici? Postterminal məsələsi, kart-to-kart məsələsi, nağdsız qayda ödənişlərin düzgün şəkildə həyata keçirilməməsi məsələsi məhz bu nüansla öz əksini tapır. Əlavə olaraq, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadə edilməsi və bununla bağlı olaraq nəzarət tədbirləri, əlavə olaraq xüsusi razılıq, yəni lisenziya tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsi. Yəni ki, konkret olaraq göstərilir ki, sən bu sahə ilə məşğulsansa, sənin lisenziyan olmalıdır, xüsusi razılıq olmalıdır. Lakin lisenziya yoxdur, sən fəaliyyət göstərirsən. Bu faktın aşkar edilməsi operativ vergi nəzarətində özünü çox göstərir. Sonra davam edirik. Bu da indi sadalayacağım halda praktikada ən çox olan və ən çox maliyyə sanksiyalarının yazılmış olduğu nüanslardan biridir ki, əmək məcəlləsi nəzərdə tutulmuş əmək müqaviləsi ilə hansı ki, o hüquqi qüvvəyə minmədən və yaxud da hüquqi qüvvəyə minibdir, yekunlaşıbdır, vaxt bitibdir, yeni əmək müqaviləsi bağlamır işə götürən. Bu tərəfindən fiziki şəxslərin hər hansı işlərin, xidmətlərin yerinə yetirilməsi, cəlb edilmə hallarının aşkar edilməsi. Yəni, bu nə deməkdir? Gedirsən, yoxlamanı həyata keçirdirsən təsərrüfat obyektində, restoranlarda, görürsən ki, var əməkdaş, çoxdur. Deyirsən, əmək müqaviləsi bildirişlərini gətir. 15 işçi var, görürsən ki, 4 dənə işçinin əmək müqaviləsi var. Burada artıq vergidən yayınma halları var, DSMF ödənişlərindən yayınma halları var və birbaşa olaraq operativ vergi nəzarətinin həyata keçirilməsi üçün ən əsas zərurətlərdən və demək olar ki, praktikada ən çox yazılan maliyyə sanksiyalarından biridir. Bu hallar müəyyən ediləndə mütləq operativ vergi nəzarəti keçirilir və bunun əsasında maliyyə sanksiyası ödəyiciyə tətbiq edilir. Davam edirik. Deməli, bəzən elə hal olur ki, istehsal həcminin və satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi zərurəti də operativ vergi nəzarətində öz əksini tapa bilər. Əlavə olaraq qanunvericiliyə sonradan edilmiş olan əlavə var ki, nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericinin tələblərinə əməl edilməməsi. Yəni ki, məsələn, ödəyicilərin arasında nağdsız hesablaşmalar həyata keçirilməlidir. Nəzərdə tutulmuş olan ki, oxuyun nağdsız hesablaşmalar haqqında qanunu, nəzərdə tutulmuş olan tələblər, limitlərə əməl olunmadan fəaliyyətin həyata keçirilməsi vergi orqanı tərəfindən müəyyən edildikdə,
və yaxud da pul vəsaitinin uçotdan gizlədilməsi və uçota alınmaması hallarına nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarət tədbirləri həyata keçirilə bilər. Bunun nəticəsində operativ vergi nəzarət tədbirləri həyata keçirilir və ya hər şey qaydasındadırsa bu formada qeyd olunur və hər şey qaydasında deyilsə buna uyğun olaraq akt və protokol tərtib edilir. Ümumiyyətlə, bu gün sizinlə bölüşmək istədiyim və təlim müddətində sizə çatdırmaq istədiyim operativ vergi nəzarətinin həyata keçirilməsinin əsaslarıdır və operativ vergi nəzarət tədbirlərinə hansı hallarda zərurətin yaranması və hansı hallarda operativ vergi nəzarətinin baş verməsi, baş tutması hallarının müəyyən edilməsidir. Ümid edirəm ki, bugünkü təlimdə fikirlərimi və əsas və maraqlı olan nüansı sizə çatdıra bildim. Ümid edirəm ki, sizi də çox yormadım. İndi isə icazənizlə mən deyəcəklərimi yekunlaşdırdım. İştirakçılardan əminəm ki, burada görüm söhbət hissəyə də suallar yazan iştirakçılarımız var. Siz orada işarə ilə zəhmət olmasa, orada əl işarəsini qaldırın və suallarınızı soruşun. Mən də sizin suallarınızı cavablandırım və daha sonra isə təlimimizi yavaş-yavaş yekunlaşdıraq. Sizi də çox yormadan. Belə. İndi kimin sualı varsa, mən hazıram sizi dinləməyə. Aha. Təşəkkür edirəm Sarban bəy. Çox sağ olun. Ümid edirəm ki, sizi maarifləndirə bildim bugün. Buyurun Zaur bəy, eşidirəm sizi. Zaur bəy, səs açıqdır sizdə. Sualınızı məncə deyə bilərsiniz. Təşəkkür edirəm Emiliya xanım. Var olun. Təşəkkür edirəm. Çox sağ olun. Nə qəşəng belə smayliklər göndərirsiniz. Çox sağ olun. Zaur bəy, mən sizin səsinizi eşidə bilmirəm. Açıqdır burada, amma okey. Gəl Nigar xanımdan soruşaq. Ay, çox sağ olun. Utandım. Təşəkkür edirəm. Bəyənməyinizə çox sevindim. Həqiqətən çalışdığım qədərilə sadə izah eləməyə çalışıram ki, sizləri yormayım. Nigar xanım, siz deyin, buyurun, eşidirəm. Sualınızı soruşun. Zəhmət olmasa səsi açın. Sualınızı mən dinləyim. Var olun. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Niyə suallarınızı ala bilmədik? Nigar xanım, səsi aça bilirsiniz? Səsi aça bilirsiniz, Nigar xanım? Olmadı. İştirakçılar. Pərviz bəy, buyurun, eşidirəm sizi. Desəniz, üzürlüsən. Vaxtınız xeyir olsun. Təlim Əla. üçün sizə təşəkkür edirəm. İlk Buyurun. növbədə. Səs indi gəldi. Səs bayaqları açılmamışdı. Üzürlüsən, texniki problem oldu deyə. Digər iştirakçılardan da üzr istəyirəm. Hə, Texniki problem olduğu üçün. Buyurun Pərviz bəy, eşidirəm sizi. dedim ki, indi ona görə səsə görə dedim düzü. Sualınız var, maraqlıdır. Sizə ola bilər ki, maraqlı bir hissə varsa, buyurun, eşidirəm sizi. Yoxdursa, Sağ olun. minnətdaram, minnətdaram. Sağ Bəyənməyinizə olun. Çox sevindim. sağ olun. Mən sizə təşəkkür edirəm. Sağ olun. Sağ olun. Var olun, var olun. Zaur bəy, buyurun. Bayaqları siz sual soruşmaq istədiniz, alınmadı. Buyurun, eşidirəm sizi.
Səsi aça bilirsiniz, Zaur bəy. Orada açmaq mümkündür. Aşağıda baxın. Səs işarəsini vurun. Aha. Amma sizin səsiz gəlmir, Zaur bəy. Nigar xanım, buyurun, sizə eşidirik. Bugün iştirakçılarımız, user. Aha, buyurun. Mən eşidirəm səsi. Axşam, Sizlə danışın. axşamınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız Səsim xeyir. gəlir də yəqin ki. Əla. Təşəkkür Qəşəng gəlir. edirik. Bir də Qəşəng gözəl gəlir. çıxışınıza görə çox məlumatlandırdınız bizi. Adım Ləmandır. Sizdən bir şey soruşmaq istəyirəm. Deməli, Aha. bu operativ nəzarətlə bağlıdır. Aha. Mənim işlədiyim müəssisədə bir neçə dəfə olub operativ nəzarət gəlib. Prosta bir şey mənə maraqlıdır. Bəzən olur ki, gəlirlər, məsələn, hər hansısa bir uyğunsuzluq, məsələn, təyyardan danışmıram, amma sırf növbədən kənar operativ nəzarətdən danışıram. Bəzən olur ki, gəliblər müəyyən sənədlərdə, məsəl üçün, düzgün olmayan sənədlər olub, yerindəcə hər hansı bir problemimiz məsəl üçün olmuyor. Amma düzgün olmayan bir şeylər olub. Onunla bağlı vaxt verilib bizə 10 gün, 15 gün ki, bunu qaydasına qoyun, son aktlaşdırırıq, amma xəbərdarlıqla. Amma bəzən də olur ki, gəliblər, amma heç aktlaşdırmayıblar. Eyni problem başqa bir yerdə də olub, amma aktlaşdırmayıblar. Elə birbaşa cəriməni yazıblar. İndi mən bunu bilmək istəyirdim ki, yəni gəlib yoxlayıb aşkarlayan zaman vaxt verilməlidirmi o sənədlərin qaydasına qoyulması üçün? Yoxsa ki, yerindəcə cərimələyə bilərlər. Yəni hansı düzdür bunun? Ləman xanım, sualınıza mən belə aydınlıq gətirim ki, operativin də elə mahiyyəti bundan ibarətdir ki, çevikdir. Yəni yerindəcə gəlib sizə cəriməni yazırlar. Elə bunun üçün operativ vergi nəzarət tədbiri yaradılıb da. Məsəl üçün o elə bir siyahı varmı ki, sırf məsəl üçün burada bu problemləri gəlib bunlar yoxlaya bilərlər. Məsəl üçün deyək kassa çekin vurulmasını yoxlaya bilər. Məsəl üçün amma tutaq ki, hər hansısa bir sənədi yoxlaya bilməz. Belə bir siyahı var, yoxsa ancaq yəni özlərinin istəyindən asılıdır bu? Bayaqları siyahıda saydım ki, hansı hallarda operativ həyata keçirilə bilər. Məsəl üçün, əsas da əhali ilə pul hesablaşmaların aparılması, o qaydalara uyğun olaraq operativ vergi nəzarəti həyata keçirilir. Və əslində ümumi olaraq elə orada nəzərdə tutulmuş olan situasiya birbaşa olaraq vergi ödəyicisinin fəaliyyətidir. Yəni siz orada deyə bilməzsiniz ki, bununla bağlı yoxlamayın. Çünki onun səlahiyyəti var. Ümumidir deyə anlayışdır. Ödəyicinin bütün fəaliyyətini yoxlaya bilər. Təbii olaraq səyyar yoxlamanı həyata keçirmir. Gəlir yerindəcə operativ şəkildə aşkarlaya biləcəyini soruşur. Yəni budur. Onda Yəni onlar haqlıdır. hər hansısa bir Tam vəziyyətdə, düzgündür. Tam onda hər düzgündür hansısa yəni. bir vəziyyətdə məsəl üçün gəlib tutaq ki, yoxlayıb, aşkarlayıb, amma cərimələmirsə, o da demək ki, humanistlik göstərir də. Yəni vaxt verirsə humanistlik göstərir. Yəni elə qanunda Proses necədir? Mən sizə deyim. Gəlir müəyyən edir, aktlaşdırılır, cərimə yazılır. Budur. Ola bilər həmən anda sizə sənədi təqdim etməyibdir. Bu demək deyil ki, cərimə yazılmayıbdır. Bəzən qeydilir, deməli, nə deyirlər, orqanın özünə, orada onlayn qaydada yazılır. Məsəl üçün, qarşı tərəfə göndərilir. Ödəyici düşünə bilər ki, ona göndərilməyibdir. Yox, əsla elə deyil. Yəni, operativdə mütləq orada maliyyə sanksiyası yazılır. Mütləq yazılır. Mütləq. Yox, bizdəki prosesdə bir dəfə elə bir şeylə qarşılaşdım. Vaxt verildi bizə ki, yəni 10 gün ərzində qaydasına qoyun, yoxlanılacaq bir də. Yəni biz də prosesi qaydasına qoyduq 10 gün yox, hardasa 15-20 gün sonra yenidən gəldi, eyni material yoxlanıldı. Yəni heç bir cərimə həmin vaxtı yazılmadı. Amma digər halda o proseslə bağlı yenə də elə bir hal olmuşdu, amma həmin şey obyektdə yox. Yo, mən Amma orada elə qanun birbaşa olaraq yazıldı. aydındır, Ləman xanım, Ona qanun görə mənə maraqlı idi ki, hansı addım düzdür. belə deyim, qanunvericinin tələbini mən sizə deyirəm. İndi praktikada necə olub, hansı formada olub onu mən bilmirəm, amma birbaşa olaraq qanunvericiliyin əsasında maliyyə sanksiyası yerindəcə yazılır. Çalışın növbəti Hmm, dəfə belə bir situasiya ilə qarşılaşmayın. Diqqətli olun. aydındır. Aydındır, çox sağ olun. Buyurun, xaçdır, xaçdır. Nigar xanım, sizin də sualınızı alaq. Yavaş-yavaş yekunlaşdıraq. Nigar xanımın sualından sonra da icazənizlə. Səsi aça bilirsiniz, Nigar xanım. Aça bilirsinizsə açın səsi. Ə,
Yəqin nəsə texniki bir problem var. Mümkün olmadı açmaq. Belə. Aa, belə. Ümumiyyətlə, bir daha təşəkkür edirəm. Zaur bəy, təəssüflər olsun ki, nəsə problem oldu. Siz sualınız varsa, mütləq mənlə əlaqə saxlayın, yazın. Mən sizin sualınızı cavablandırım. Mənim ürəyimdə qaldı ki, sizin sualınızı cavablandıra bilmədim. Yazarsınız, mən sizin sualınızı cavablandıracağam. Yaxşı, hal-hazırda texniki bir problem var deyə mən sizin səsinizi aça bilmirəm. Ona görə çox üzürlü sayın. İlk öncə hamıya təşəkkür edirəm bir daha. Bu beşinci gün, mən beşinci gün ən sevdiyim günlərdən biridir. Zamanınızı ayırdınız. Ürəklər üçün də təşəkkür edirəm. Mən də biraz sizə ürək atacağım. Bir də gözüm mən də buradan sizə ürək atım. Hə, buradan mən də atdım sizə. Hər birinizə təşəkkür edirəm zamanınızı ayırdığınız üçün, gəldiyiniz, iştirak elədiyiniz üçün və ümid edirəm ki, faydalı oldu. Xahiş edirəm, mütləq aranızda əksəriyyəti mühasiblərdir. Mühasiblərlə hüquqşünasların da mühasiblərlə birlikdə komanda olaraq işləməyini tövsiyə edirəm. Çünki vergi məcəlləsi sadəcə bir hüquqşünasın və yaxud da bir mühasibin sadəcə hüquqşünas olmadan tam şəkildə başa düşəcəyi bir məcəllə deyil. Birlikdə əməkdaşlıq eləyər, bir-birinə sual-cavab və komanda şəklində vergi məcəlləsini yaxşı şəkildə öyrənmək olar. Onun üçün bunu sizə tövsiyə edirəm. Bir daha təşəkkür edirəm və bunu da bildirmək istəyirəm ki, təlimimiz bitmədən İnşallah il başından etibarən bizim vergi və korporativ hüquq sahəsində sırf praktik və nəzəri, amma əsas etibarilə praktik bir təlimimiz başlayacaq. Çox tövsiyə edirəm iştirak eləməyi, xüsusən mühasiblərə. Təbii olaraq vergi sahəsi ixtisaslaşmaq istəyən hüquqşünaslara da tövsiyə edirəm ki, iştirak eləyin, maraqlı, birbaşa olaraq özüm lokal gəlirlərdə işləmişəm, hansı ki, operativdə və hüquq baş idarəsində. Ona görə də sırf sizə nəzəri və praktiki məlumatları ötürəcəm. Tövsiyə edirəm, özüməm deyə yox, həqiqətən tövsiyə edirəm ki, iştirak eləyin. Sualınız da yaransa Azərbaycan Mühasiblər Məktəbinin sosial şəbəkələri, Instagramı və yaxud da buradakı qrup vasitəsilə birbaşa olaraq əlaqə saxlaya bilərsiniz. Belə, bugün təlimimizi yekunlaşdırıram. Özdə öyrəndiyim qədərlə bugünkü ilin son webinarı mənlə yekunlaşdırırıq. Sizin qarşıdan gələn bayramınızı da təbrik edirəm. Gözəl bayramlara çıxaq. Hamınıza firavan, bərəkət, gözəl bir il arzuluyuram. Özünüzü qoruyun və yekunlaşdırıram mən. İnşallah növbəti təlimlərimizdə sizinlə görüşməkdən ötürü səbirsizlənirəm. Özünüzə yaxşı baxın. Hələlik.